Mən bura aidiyyətim yoxdur. İntihası sizin nə fikir verirsiniz, mən bilmirəm. Çullu kəndi ilə bağlı məsələ kanalımızda artıq bir neçə dəfə işıqlandırılıb. Sakinlərin narazılığına səbəb olan vəziyyətlə bağlı yayımlanan reportajlar artıq aidiyyəti qurumların diqqət mərkəzindədir. Lakin bu dəfə biz mövzunu son dəfə efirə gətirir və yekun reportajı sizlərə təqdim edirik. Sakinlərin iddialarına görə, icra başçısı Vaqif Həsənova aid olduğu deyilən ferma hazırda onun yaxın qohumu Əliyev Xəqani Əlioğlu tərəfindən idarə olunur. Vətəndaşlar onu da bildirirlər ki, onlara yaşayış evləri tikməyə icazə verilmir və kənd artıq xəritədən silinmə ərəfəsinə gətirilib. Bu reportajı hazırlayaraq efirə təqdim edirik və yayımlandıqdan sonra materialın aidiyyəti üzrə cənab prezident İlham Əliyevə göndərilməsi təmin ediləcək. Sakinlər inanırlar ki, dövlət başçısı məsələ ilə bağlı müvafiq göstərişlər verəcək. Sözü gedən kəndlə bağlı hazırladığımız sonuncu reportajdır. Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var, var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir. Ancaq belə hallar da var. Buna yol vermək olmaz. Qeyd edək ki, öncədən başda cənab prezident olmaqla, hüquq mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə bu kimi hallarla bağlı lazımi tədbirlərin görülməsini daim diqqət mərkəzində saxladıqlarına görə, portalımız adından dərin təşəkkürümüzü bildiririk.